Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlarzadə bizimlədir və o bu il ümumilikdə imtahanlarla bağlı ən son məlumatları çatdıracaq. Son məlumat budur ki, keçən il müqayisədə Xanlar bəy bu il təxminən blok imtahanının birinci cəhdində artım müşahidə olunur. İstərdim bununla bağlı daha ətraflı məlumat verəsiniz. Yəni abituriyentlər məsələ ilə bağlı narahatdılar. Bununla bağlı istərdim ən son məlumatları siz çatdırasınız. Buyurun. Çox sağ olun, mən təşəkkür edirəm. Bilirsiniz ki, artıq ərizə qəbuluna son verilibdir. Ancaq bu qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdində iştirak eləmək üçün olan qeydiyyat prosesidir. Haqqasa 92 minə yaxın, 91.800-dən də bir qədər artıq abituriyent öz elektron ərizəsini təsdiq edibdir. İkinci cəhddə də iştirak eləmək üçün indi qeydiyyat olanda biz gözləyirik ki, bu rəqəmlər bir qədər də artmış olacaqdır. Ötən illə müqayisə eləyəndə hardasa 7000-dən artıq abituriyent daha çoxdur. Yəni bilirsiniz ki, buraxılış imtahanlarında da bu il daha çox şagird iştirak eləmişdi. Avtomatik olaraq onlar da təsir edir. Ancaq abituriyentlər narahat olmasınlar, bir qədər səbirli olsunlar. Çünki bəzən keçid ballarının formalaşması ilə bağlı müəyyən ajitaj müşahidə olunur onların arasında. Ancaq yekun imtahanları gözləməlidirlər. Çünki qeydiyyatdan keçənlərin sayına əsasən hansı bir fikir söyləmək o qədər də doğru olmazdı. Mərkəz tərəfindən imtahanlar keçiriləcəkdir. Bu imtahanlarda birisi müsabiqə şərtləri var. Biz onda biləcəyik ki, hər iki il cəhddən sonra nə qədər adam müsabiqə şərtini ödəyibdir və onlar ixtisas seçiminə buraxılırlar. Bax, həmin zaman biz müqayisəni aparsaq daha doğru olardı. Bəli, ümumi qayda bundan ibarətdir ki, əgər imtahan iştirakçılarının, müsabiqə iştirakçılarının sayı çoxdursa, onda deyək ki, keçid balı daha yuxarı formalaşır. Azdırsa, keçid balı daha aşağı formalaşır. Yəni bu təsir edən amillərdən biridir. Eyni zamanda plan yerlərini biz hələ bilmirik. Plan yerləri daha təsir edir keçid ballarının formalaşmasına. Çünki plan yerlərinin sayı artanda keçid balı daha aşağı düşür. Düşünürəm ki, bunlar bir-birini tənzimləyirlər qarşılıqlı şəkildə və ona görə də indidən hansısa bir ciddi dəyişikliyin olacağını proqnoz etmək mümkün deyil və abituriyentlərimiz rahat şəkildə imtahanlarına hazırlaşsınlar. Avqust ayında Dövlət İmtahan Mərkəzi yekun həm müsabiqə iştirakçılarının sayı ilə bağlı, həm plan yerləri ilə bağlı məlumatı təqdim edəcək. Ondan sonra hansısa deyək ki, proqnozlar irəli sürmək olur. Çox sağ olun Xanlar bəy, minnətdarım. Çox sağ olun.